diaqnozu bizə 2 yaşında qoydular. Həmin o diaqnozu qoyan gündən bizim nəinki mənim, bütün ailəmizin həyatı dəyişdi. 2 yaşında bildiniz ki, övladınızda autizm spektr 2 yaşında deməzdim, hardasa 1 yaş 8 ayla şübhələndik. Mənim heç vaxt ağlıma gəlməzdi ki, mənim xüsusi bir övladım olar. Necə bildiniz ki, uşaqda autizm spektr pozğunluğu var? Öz ətrafında dönürdü, fırlanırdı dayanmadan. Hər şey fırladırdı. Məsələn, velosiped təkərlərini, velosipedin pedallarını, qazanların qapağını. Hərdən valideynləri ən çox düşündürən bir sual olur. Görəsən, mən olmayandan sonra bu uşaq necə olacaq? Necə yaşayacaq? Necə öz-özünü idarə edəcək? 2 tam normal övladım var. Mən normal uşaq nədir, onu da görmüşəm. Xüsusi qayğıya ehtiyac olan uşaqla yaşamağı da görmüşəm. Yəni mən bu iki hissin dadını yaşamışam. Amma ən dərin analıq hissini mən Rəhmi ilə yaşamışam. Görüm bu bu necə reaksiya verəcək? Bu qələm tuta biləcəkmi? Bu aynanını birləşdirə biləcəkmi? Bəs psixoloqlar səbəbini dedimi sizə? Yəni bildinizmi səbəbi nədir? Səbəb məni artıq narahat eləmir. Mən uşağıma nə verə bilərəm, məni o narahat eləyir. Bu bir mesajdır əslində. Əlinə pul verim, çörək dalınca göndərə bilərəm. Göndərə bilərəm, gedər, amma oradan qayıdarmı? Tanımadığı bir adama qoşulub getməzmi? Valideynlərin özünə psixoloji dəstək lazımdır. Valideynlər övladlarını evə bağlamasınlar. O qədər safdılar ki, yəni məsələn, sizə də yaxınlaşa bilərlər. Durduğunuz yerdə sizi qucaqlaya bilərlər. Çox çətindir. Və sonunda EduPlay mərkəzi açdınız. Ən yaxşı psixoloqları, loqopedləri məhz o müəssisəyə yerləşdirdiniz ki, bu autizm spektr pozğunluğundan əziz çəkən uşaqlar artıq düzgün təlim alsın. Yəni mən sizi buna görə alqışlayıram həqiqətən. Mən Bakıda demək olar ki, bütün mərkəzləri gəzmişəm. Yaxşı mütəxəssislər axtarmışam. Mən heç kimin zamanını hədər getməyini istəmərəm. Övladım nə öyrənibsə, təlimlərdən öyrənib. Mən hər bir müəllimə təşəkkür edirəm.